Dostlar, din toplusundan, ədəbiyyat toplusundan, sınaq toplusundan ikinci sınağın 23-cü sualı izah eləməyə davam edirik. Bundan əvvəlkiləri də izah eləmişəm. Birinci sualdan 12-ci suala qədər, 12-ci sualdan 22-ci sual daxil olmaqla. İndi 23-cü sualdan 30-cu suala qədər olanların hamısını izah edirik. 23-cü sualdan danışırıq. Qazan xanın evini yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edin. Qızıl taxtlı evləri çapıb talayırlar. Bəli, bu var. Qız gəlini pərişan edirlər. Bu da var. Zəmilərdəki bol taxıla od vururlar. Bu yoxdur. Qiymətli xəzinəni talan edirlər. Bəli, bunu özləri də deyirlər. Deyirlər, qiymətli xəzinəni gətirmişik, ilxını gətirmişik, dəvələrini gətirmişik. Evini qoruyan vəfalı iti oxlayırlar. Bu yoxdur. Qatar-qatar dəvələri aparırlar. Bu da var. Demək cavabımız 1, 2, 4, 6 cavab olacaq. 24-cü sualda isə demək Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yanlış fikirləri müəyyən eləməliyik. Burada ata ov ovlayıb quş quşlamaq, igidlik göstərmək məqsədi ilə oğlunu Aladağa aparır. Xeyr, Aladağa Qazan xanın evinin yağmalandığı boyda gedirlər. Burada elə dağa aparır, orada ov eləyirlər. Səhv cavabın biri 1-dir. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Bəli, həqiqətən də istəmir. Ona görə deyir ki, Qıxtəpənin başından bax. Oğlunun qorxub anasının yanında qaçdığını düşünən ata onu cəzalandırmaq istəyir. Bəli, deyir ki, bəylər, gedək bu uşağı anasının qucağından alaq. 6 yerə bölüb 6 yerdən alsaq, qoy bir də kimsə ov yerində, döyüş yerində, çöl yerində yaxın dostlarını qoyub qaçmasın. Bu 3 var. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahda hücum etməyə qərarına gəlir. Xeyr, bu yanlışdır. Çünki Uruz atasının qalib gəldiyini görüb həvəslənir, dostları ilə düşür döyüşə. Oğlunu evdə tapmayan ata birbaşa Təkürün qalasına yollanır. Xeyr, bu da demək yanlışdır. Demək gəlir ov yerinə, ov yerində oğlunun oxlandığını görür, atının oxlandığını görür, bilir ki, oğlu əsir düşür, dostlarının da öldüyünü görür. Yol alır, həmin atların izi ilə Dərbəndə gəlir. Cavab 1, 4, 5. Demək 1, 4, 5 belə yazarıq. 25-də Basatın Təpəgözü öldürdüyü boy əsasında klasteri tamamlayın. Basat bəy oğludur. Bəli, Aruz Qazan xanın dayısı idi, bəy idi. Canavar yuvasında böyüyür, xeyr, şir yuvasında böyüyür. Demək bu yanlışdır. Düşmənlə tək başına vuruşur, bəli. Təpəgöz Oğuz elinin düşməni idi, onunla tək başına vuruşur. Qazan xanı məzəmmət edir, xeyr, belə şey yoxdur. Qazan xan onu məzəmmət edir. Demək, qəhrəmanlıq göstərib ad alır. Xeyr, qəhrəmanlıq göstərib ad almır. Ad alması onun atlara hücum eləməsi ilə bağlıdır. Basat, yəni atları basın. 4 də ola bilməz. Səfərə gedib əli dolu qayıdır, bəli. Qapaqanın arvadı ona görə deyir ki, əli dolu qayıdıb gedim, oğlumun yerinə bir əsir alım verim. 2, 5. 2 yazırıq. 5 yazırıq. 2'yi becər düşdü. Demək, 26'ya baxırıq. Yazılıb ki, Basatın Təpəgözü öldürdüyü boyu Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətlərə aid edilə bilmir. Demək, birinci boyu ikinci, üçüncü boyuna müqayisə edilir. Burada Dədə Qorqud adi hadisələrdə birbaşa iştirak edir. Bu, Basatın Təpəgözü öldürdüyü boyda var, amma digərlərində yoxdur. Demək, oxşar xüsusiyyət, fərqləndirən xüsusiyyətlərə aid edilə bilər. Birdir. Bayandır xanın adı çəkilir. Fərqli xüsusiyyət ola bilməz. Təpəgözün öldürdüyü boyda da Bayandır xan var. O birilərdə də Bayandır xanın adı çəkilir, deyir Bayandır xanın kürəkəni. Belə. Ola bilməz. Qadın obrazı qəhrəmanlıq göstərir. Basatın Təpəgözü öldürdüyü boyda heç bir qadın qəhrəmanlıq göstərmir. Amma digərlərində Uruzun əsir düşdüyü, dustaq olduğu boyda Burla xatun qəhrəmanlıq göstərir. Əfsanəvi varlıq iştirak edir. Əfsanəvi varlıq birincidə iştirak edir, o birilərdə iştirak eləmir. Demək, testimizin cavabı hələ ki 1, 4 görünür, 5'ə də baxaq. Qazan xan yaralanır.
Qazan xan birində yaralanır. Uruz bəyin dustaq olduğu boyda yaralanır. O birilərdə yaralanır. Ona görə cavab olacaq 1-4. 1-4. 27-yə baxırıq. 27-ni elə düzəldək ki, buna rahat baxa bilək. Burası belə. Aha. Uyğunluğu müəyyən edin. Basatın Təpəgöz öldürdüyü boy, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Qazan xanın evinin yağmalandığı boy. Xüsusiyyətlərini müqayisə edəcəyik. Ana haqqı Tanrı haqqı bənzətməsindən istifadə edilir. Bu Qazan xanın evinin yağmalanması boyunca 3-ə. Buraya yaza bilirəm. Yazdım. Atam oğuldan öyrənər, oğul mu atadan öyrənər? Hə, bu Uruzun dustaq olduğu boydur. 2-də 1. Dədə Qorqudun qopuzu müqəddəsdir iddiası irəli sürülür. Bu tamam başqa bir boydadır. Orada əgrək boyu var. Orada deyir ki, dədəm Qorqudun qopuzunu görməsəydim başını kəsərdim deyir. Bura aiddir, burada ola bilməz. İnsan heyvanlarla yaşamalı deyir, fikri səsləndirir. Hə, Basatda deyir bunu, Dədə Qorqud Basata deyir. Deyir ki, ay oğul, sən insansan, sən insanlarla, heyvanlarla bir yerdə olma deyir və cavab olacaq 1-ə D, 2-yə B, 3-ə A şəkildə olacaq. İndi situasiya suallarına baxaq. Siz videonu saxlayıb bu situasiya sual mətnini oxuya bilərsiniz. Mən artıq oxumuşam və burada cavablara baxaq. Demək, Dirsə xan oğlu Buğac boyundan bir parça verilib, hansı ki son əsas səhnə verilib ki, hansı ki ata oğlunu orada oxlayır. Buğac ovçuluq məharətini atasına göstərmək istəyirdi. Bu səbəb olur ki, nəticədə ata demək buna görə nəticədə nə edirdi? Ceyranın atasının yanına, burada yazılıb, demək o demək atasına özünü göstərmək üçün əl fürsət düşmüşdü. Bu iki ovdan hərəsi ayrı məqsəd güdən Buğac ovdakı məharətini atasına göstərmək üçün qəsdən Ceyranı onun yanına qovub oxu lap yaxından atırdı. Bu bura yazılacaq. Sonra Dirsə xan oğlunu oxla vurdu. Oxla vurmasının səbəbi demək Buğac 3-cü Ceyranı kəməndinə, hə, bu elə bil ki yanındakı o Yasavulbaşı artıq Dirsə xanı inandırmışdı ki, oğlu onu öldürmək istəyir də. Yəni Dirsə xan Yasavulbaşının yalanlarına inandı yazmaq. O mətnində Dirsə xan Uruz bəyin dustaq olduğu boyunda Qazan müqayisə edilir. Bir də bura ortaq xüsusiyyət yazılır. Ortaq xüsusiyyət odur ki, hər ikisi ova çıxırlar. Övladları ilə ova çıxırlar. Demək, Dirsə xan hansı xüsusiyyətləri var? Dirsə xan üçün yazmaq olar, şübhələnir. Dirsə xanı yazmaq olar ki, oğlunu oxla vurur. Yazmaq olar ki, Dirsə xan oğlundan şübhələnir. Dirsə xan qəm-kədər içindədir. Belə o mətndə buraları yazmaq olar. Uruz bəy dustaq olması boyunda isə Qazan xan oğlu ilə vaxt geçirir, oğlu ilə əyləncə məşğul olur, oğlu ilə ova çıxır, oğlu öyrətmək niyyəti daşıyır. Belə xüsusiyyətlər yazmaq olar. Ortaq xüsusiyyətə də yazmaq olar ki, hər ikisi Dirsə xandır, bu da Qazan xandır, hər ikisi xandır. Elit təbəqədəndirlər, belə Oğuz bəyləridir, hər ikisi Oğuzda yaşayan, Oğuz sakinidir, belə deyək. Hər ikisi oğlu ilə bərabər ova gəlir, yazmaq olarsa. Sonra gəldik 30-a, çərçivədəki şeiri mətni ilə müqayisə edin, şeirdə verilən xüsusiyyətləri mətni obrazları ilə əvəzdir. Adam var səmimi, mehriban, mərddir, Qazan xan. Adam var təpədən dırnağa dərddir, Dirsə xan. Adam var kökündən xain, namərddir, Yasavulbaşı. Adam var şər gəlməz, Buğac. Bu qədər əlaqələndirmək olar. Demək, təpədən dırnağa dərd olan kimdir? Onu bura yazaq məsələn Dirsə. Əsaslandırırıq. Niyə görə? Çünki
E, Başkalarının fitnə fəsadından aldanır. Ondan sonra indiki anlamda desək gərginlik içərisində olur, oğlunu öldürür, bura əsaslandıra bilərik. İkinciyə, məsələn, deyərik ki, Qazan xanı yaza bilərik. Adam var səmimi, mehriban, mərddir. Bura Qazan xan yazarıq. Və Qazan xan oğluna mərdi mərdana fikrin deyir, onu ova gətirir filan, belə yaza bilərik. Yaxud bura yazarıq məsələn xainlik, namərdlik. Adam var kökündən xain, namərddir. Bu üçüncü misranı yazarıq. Yasavul yazarıq. Yasavul yazarıq. Yasavul həqiqətən xainlik edir. Xainliyin nəticəsində oğlu atasına oxlatdırır. Belə bu şəkildə bir şeylər yazmaq olar. Belə yazsanız doğru olacaq. Hər birinizə uğurlar. Demək 20 sınaq toplusundan ədəbiyyatdan. İkinci sınağı əvvəldən sona qədər izah etdim. İzləyin, uğurlar.